Biri var idi, biri yox idi. Çox gözəl bir kənddə mehriban bir qız yaşayırdı. Həmişə qırmızı papaq geyindiyi üçün hamı ona qırmızı papaq deyərdi. Bir gün anası ləzzətli qutablar bişirdi. Səbəti qızına verib dedi: "Qırmızı papaq, bunları nənənə apar, həm də gör halı necədir." Qız meşə cığırı ilə gedərkən qarşısına boz bir qurd çıxdı. Qurd hiləgərcəsinə gülümsəyib soruşdu: "Hara belə tələsirsən, ay qırmızı papaq?" Qız nənəsigilə getdiyini söylədi. Qurd dərhal plan qurdu. "Gəl yarışaq. Sən bu yolla get, mən o biri yolla. Görək kim tez çatacaq." Qırdan qısa yolla qaçıb nənənin evinə çatdı və qapını döydü. "Tık tık, mənəm, nəvən qırmızı papağam. Sənə isti qutab gətirmişəm." Nənəni udub onun yerinə keçən qurd qızı gözlədi. Qız içəri girib təəccüblə soruşdu: "Nənə, bəs dişlərin niyə belə iridir?" "Qurd səni tez yemək üçün" deyib qızın üstünə atılarkən, yaxınlıqdakı cəsur odunqıranlar səsküyü eşidib dərhal köməyə qaçdılar. Odunqıranlar qurdu zərərsizləşdirib, nənəni və qırmızı papağı xilas etdilər. Onlar bir-birinə sarılıb, bir daha yadlarla danışmayacaqlarına söz verdilər.